Declan Rice-dan ki yaxşı futbolçu bir dənədir. Ən yaxşılardan. Yox, deyirəm də bir dənəsi. Mən artıq United-ə dair ümidlənmək istəmirəm. Arda Güler Kamavinga'nın 1000 qat istedadlıdır. Pep o həmən o refresh düyməsini axtarır. West Ham-dan çıxıb West Ham-ə hörmət edən adam çox redkidir. Məncə West Ham sözünə də senzur eləyək. O West Ham, nə qədər oralara. Kim olmalısan ki Tottenham'a gedəsən də olar. Tipikal Barcelona'da, yəni gol buraxacaq onsuz da. Həmin o Mbemo, nə bilim, Fransada 3 manatdır. Arsenalın başında digər bir məşqçi olsaydı, ondakı hal qabaqdaydı o şey. Necə idi? Salamaçılıqdır. Axşamınız xeyir yoldaşlar. Nəyiniz? Salam əleyküm, siz nədəsiniz? İşte Muxa kameranın qoşana kimi bütün şirniyyatları yedik. Bəli, o həmişə olur. Bəlkə acaba. Amma məncə izləyicilər tərəfdən də bu xoş Xoş qəbul qarşılanır olunan ki- bir şeydir. Çünki biz verilişdə yeyib danışırıq, o səs onlara müşt edir. Və bəzi izləyicilərimiz üçün də bir xoş xəbər verək. Düzdür, bizim qərarımız və seçimimizlə olmadı, amma çalışacağıq bundan sonra verilişi çox söyməyək. Çünki başımız ağrıya bilər. Əziz analar və atalar, Bəli, rahat uşaqlarınızı uşaqla götürün, baxa bilərsiniz. rahat baxa bilərsiniz. Çox ədəbi dildə bir Qərb Ekspresi buraxılışı ilə qarşınızdayıq. Əziz Samir, bu həftə Zaten söyüş figural deyil axı bizdə. hə də. Okey, indi bu təzə qanun çıxıb falan və bu qanun çox güman ki, yəni bizim verilişə görə, nə bilim, başqa verilişlərə görə çıxmır, məzmunu olan verilişlərə görə çıxmır. Bu qanun TikTokda yəni Yes. o gic bilmirəm nə deyim onlara, insanlar deyim. Hə, bu insanlar ki, Məhlublar. Kütləyə. açırlar belə, başlayırlar söymə, ağzına gələni bir-birinə deyirlər orada. Nə deyir, bir dənə coin gələcək. Birincisi, yəni bu çox söyüşsüz bunu deyə bilmirəm də, keçirəm də ona görə. Aydın. Və bunlara görə content eləyən insanlar, content creatorlar biraz əziyyət çəkəcək. Çünki söhbət ondan getmir ki, ya çoxları kommentdə yaza bilərlər ki, nə oldu, söyüşsüz danışa bilmirsiniz? Yox, söyüşlə söyüşsüz danışa bilirik. Zaten biz danışdığımızın 90% söyüşsüz olur. Söyüş cəmi 10%, 15% yer tutur. Lakin söyüşsüz danışanda sən emosional olaraq fikir bildirəndə və sən özünü məhdudlaşdıranda content. Bir də bizdə izləyicilərdə belə bir şey var. Elə bilir ki, burada kamera var deyə, bizim yaxamıza mikrofon taxıblar deyə və biz bir YouTube-da belə olsa veriliş aparaq deyə, izləyicilər də qeyri-ixtiyari bir şey ki, biz AzTV-yik. Və bu şey olmalıdır, çox belə televiziya senzurası ilə. Bu YouTube platforması sərbəst. Bir də bu yeni qanun əvvəlcədən söhbətlər gedirdi, amma əsas bu televiziyada Hikmət Rəhimovun başrolunda oynadığı serialda bir səhv oldu, daha doğrusu boşluq oldu və o boşluqdan sonra bu məsələ ictimailəşdi və qərar qüvvəyə minmiş oldu. Mən məsəl üçün qanunla bağlı şeylər oxudum, orada mən tuta bilmədiyim bir şey var. Məsəl üçün mən burada söyüş söyürəm, amma senzura verirəm. Elə yəni bizim verdiyimiz senzura kimi yoxdur, yəni Muxan senzuraları kimi yox. Muxan senzurası olmasa da olar, yəni. Bildiyin senzurada izləyici bilmir, mən orada eşitmir nə deyirəm. O misal üçün qanun pozuntusu sayılır yoxsa yox? Əgər sən qabağında o disclaimer qoysan, məncə sayılmır. Nə bilim, senzura mən qarşı olsam da, yəni neyniyəm? Bəli. Olacağa çarə yoxdur. Yes. Bu həftə Premyer Liqaya başlayaq istəyirsiniz. Həmişə kimi, əlbəttə ki, çox gözlənilməz oldu amma. Keçən dəfə biri komment yazmışdı, deyir Qərb Ekspresi qoymayın da, deyir Premyer Liqa, La Liga, Serie A Ekspresi qoymayın, deyir bunun adını başqa liqalardan danışmırsınız. Əslində izləyicinin də yenə hardasa başa düşürəm, amma hardasa da Bundesliga nəyini izləyim mən? Fransa liqanı azarkeşləri söndürdü. 11 xal fərq var Bundesliqada birinci yerlə ikinci yer arasında, yəni. Mən belə deyim də, bax, misal üçün bu bizə nəyə irəli gəlir? Çünki content azdır deyə və insan misal üçün sevdiyi, misal üçün kimsə bizi sevir, izləyir bizi, istəyir ki, misal üçün biz Bundesliqadan danışaq. Bəlkə heç Bundesliqa azarkeşi deyil, bu sadəcə Bundesliqa haqqında bizim bucağımızda nəyisə eşitmək Türkiyə çempionatı. Amma məsələn mən də tövsiyə edirəm indi bunu eləmək çox asandır əslində. Yəni Telegram kanalları var. Onları açmaq 2x2-dir. İnşallah bizim də Telegram kanalımız açılacaq. Bizim bir ideyamız var onun haqqında bu barədə. Telegram kanalı var. Kim məsəl üçün Bundesliga fanatıdır. Zarafat eləmirik. Həqiqətən sizin bloqunuz varsa həmin Telegram kanalda bizə göndərin. Biz bunu burada paylaşarıq ki, gedin baxın. Fransa liqa haqqında, o liqa haqqında, bu liqa haqqında. Yəni ümumiyyətlə götürsək, əgər biz məsələn hətta Premyer Liqa haqqında biz danışırıqsa, mən West Ham azarkeşi olaraq, yəni 10 verilişdən bir danışırıq. Hətta West Ham haqqında danışanda kommentdə yazırlar ki, Aston Villa azarkeşisən. Yəni West Hamı tanımayan insanlar da bəzən soruşurlar ki, niyə bu Bundesliga-dan danışmırıq? Yəni bəlkə Bundesliga-da da yəni Bavariyadan başqa komandanı tanımır da.
Hətta sən belə Augsburg haqqında bir verilü çəkək məncə. maraqlı Çox bir şey maraqlı deyim. olur. Sən AI ilə şəkil hazırlamışdın West Ham formasında. Ondan sonra bizim dizaynerə göndərdim ki, standart şablon loqo yazılar göndərsin. Faylı mənə göndərəndə şey yazmışdı. Faylın adını Samir Mörtəzid Aston Villa. Yəni bizim qrafik dizaynerim belə West Ham'dan Aston Villa'nı ayıra bilmir. O media balansda elə bir belə Vuvuzela elə bir belə bir şey vardı. Futbolu bilməyən adamları belə. hamımız Biz burada- qarışıq elə Elə bir yığılıb. şey Ertem elə bura gəlmişdi. O da bilmir deyə çağırmışdıq. Nəysə, keçək Premier Liqada. Premier Liqada həqiqətən çox belə maraqlı bir həftə oldu. Həm derbi maraqlı keçdi. Həm Arsenal yenə əlinə düşən fürsətdən yararlana bilmədi. Düzdür, yenə də Tipikal Arteta necə deyirəm. Fərqi nədir yenə xalq fərqi top çox. 4-ün son pilləsi uğrunda artıq mübarizə daha da qızğınlaşıb. Başlayaq onda istəyirsə mərkəz oyundan, Manchester derbisindən. Ruben Amorim getdi, Michael Carrick gəldi və ilk oyunda derbidə çox dominant şəkildə Manchester City üstünə qələbə qazandı. 3 dənə gol da sayılmadı. O offside qolları da Nə təbii hiss elədin oyuna baxanda? Sən bir azarkeş kimi. Söyürdü orada Dorgun uzadı. Storylərdə baxmışdım. Yox, onu mən story yazanlar oldu. Elə bilirlər mən Dorgun tənqid edirəm. Mən Dorgun bomba kimi də futbol oynadı. Tənqid edirəm. Sadəcə total rəhbərliyin yaratdığı situasiyanı biraz diqqət çəkmək istəyirəm ki. Yəni 300 milyon hücum xətti və sən pul ayırmısan və sən left wingerin, sol cinah wingerin 500 min aldığın oyuncu oyunu udurdu. Hə, oyunu Nə Yaxşı yaxşı ki. Yox, heç Dorgu də yoxdur. üçün yaxşıdır, amma yəni- başqa şeydir də. Yox, Dorgun yəni yaxşı futbolçu. Yox, Ələk Baba sən də deyirsən anlamadın. Mən bir dənə deyəsən ilkini mən Ya anlamışam. da. Allah. Söhbət ondan gedir ki, əgər sən Dorgu belə istedadlıdırsa və belə yaxşı oyunçudursa, sən niyə başqa şeylərə pul xərcləyirsən? Elə Dorgu tipli oyunçular al, onları oynat da. Yəni misal üçün əgər mən hansısa oyunçu bilirəm ki, mən məsəl üçün o vaxtda da prosim Quaresma götürür. Quaresma alıramsa, Quaresma mənim bütün oyunumu həll eləyir. Mən niyə Quaresmanın cinahına 300 milyonluq yeni futbolçular alayım? bəli. Zaten Quaresma oynayacaq da. Yəni O söhbət. Samir demişkən, Dorgu kimi profillərdənsə belə fayda ala bilirsənsə, Benjamin Şeşkoya niyə o pul verdin? Yəni Dorgu kalibrində bir hücumçu alardın daha ucuza, yerdə qalan pulla məsəl üçün orta sahə ala bilərdin özün. Səndə bir variant var, niyə görə Şeşko oynamadı? Orada Kerik özdə yaxınlaşdı sonra oyundan sonra biraz ondan şey aldı ki, könlünü aldı ki, yəni yaxşı olacaq. Məndə bir dənə variant var çünki Buyur de. məncə Pep Guardiola gözləyirdi o ikili şey, hücumçunu gözləyirdi ki, bir yarım müdafiəçi və ən azından mərkəz yarım klassik. müdafiəçi, yəni Nikoda mən düzdür oyuna çox baxmırdım belə də, çünki montaj edirdim, oyun gedirdi bura. Bəzi oyunçulara da yəni səhv deyə bilərəm kim oynayırdı, kim oynamır. Ona görə pozisiya deyəcəm. Dayaq yarım müdafiəçi, əgər Pepin planı o idisə Şeşko oynayacaq, çünki Şeşko pis formada deyildi. Son 3-4 Fletcherdən 2 oyuna 3 gol vurmuşdu. Yes, Amorim də vaxtında. Yox, Amorim Amorim də vaxtında vurmamışdı. Hə. Fletcher vaxtında pis deyildi və çoxsu gözləyirdi ki, Şeşko oynayacaq. Amma və ona görə də plan çox güman ki, belə idi. A planı da, yəni dayaq yarım müdafiəçi Şeşko tərəfə gedəcək, müdafiəçilər çəkiləcək cinahlara və cinahları tam olaraq bağlaya biləcəklər ki, Şeşkoya top çatmaz. Çünki Şeşko tipik Haaland, Højlund belə tipli oyunçular. Onlar yəni space yarada bilmirlər, pozisiya qura bilmirlər meydanda. Onlar sadəcə topu qəbul edirlər, maksimum sağa sola ötürməyə də bilərlər ya da bitirici rolunu oynayırlar. Və bunları nəzərə alaraq məncə Kerik ona görə buraxmadı. Kerik Şeşkonu buraxmır. Hücumçusuz meydana çıxır və səndə hətta o kontratakda gol vurdular. Orada gördünüz necə çıxdılar kontratakda. Yəni bu tərəfə qaçırdı. Bruno Fernandes bu tərəfə, buradan Amadialı qoşulurdu, buradan Dorgu qoşulurdu. Amma birdən riski və istər-istəməz sənə çaşbaş qal. 2 dənə left wingeri qoşulur ardansa, buradan Embum, burada Bruno Fernandes və biz kimi tutaq. Və bu Embuma bir dənə Lojni zaman elədi bu tərəfə. Bir dənə division elədi. Bu hərəkətlə 3 dənə pozisiya yarandı ki, hara pas verə bilər burada Fernandes. Və Kerik buna məncə əsaslanaraq belə çıxdı ki, və Şeşkonu ümumiyyətlə oynatmadı. Məncə növbəti oyunda Şeşko artıq oynayacaq. Və bir dənə də twist deyək də buna, Matias Cunha almaması idi. Onu da ehtiyatdan. İkinci hissədə daha belə yeni qan, daha bir enerjik ki, nəticədə verdi. Ona City'nin Dorgu ikinci qolu vurdu. Razıyam vardasa, plus da məncə burada Dorgunun Luke Shaw'unu straxovka eləmək üçün də şey saxlamışdı. Bəli. Bəlkə də Matias Cunha növbəti oyunda oynasa, Luke Shaw oynamayacaq. Dorgu orada oynayacaq. Əlbəttə. Çox güman ki, yəni belə. Çünki oyunun müəyyən fazaları var ki, xüsusilə ikinci hissənin 35-40-cı dəqiqəsi arası bir City pressi gəldi United müdafiəsinə. Orada artıq Luke Shaw nisbətən içəri istiqamətlənirdi. Dorgu artıq sol cinah müdafiəsi kimi bir beşli sistem yaratmağa çalışırdılar orada. Yəni müdafiə tərəfində çox flexible
idi United. Çünki arxan 5-7-1. Hücuma çıxanda da çox maraqlıdır ki 4-2-4 ya da 4-4-2 kimi hücum atak başladırdılar. Yəni o klassik Manchester United taktikası Çünki ilə. burada artıq Kobe Mainoo da oynayırdı və artıq Bruno Fernandes'a bir köməkliyi var idi. Əgər Amorim vaxtında, Fletcher'ın vaxtında demirəm də ilk oyuncu. Amorim vaxtında əgər birinci müdafiəçidən birinci ötürülməsi gəlirdi, məsələn də növbəti müdafiəçisinə, növbəti müdafiəçi ya da Casemiro'ya gəlirdi. Şimdi Casemiro əlbəttə ki, texnikal futbolçudur, amma Casemiro Toni Kroos değildi. Casemiro həmin rolu oynayırdı ki, misal üçün Ramos Casemiro'ya verdi. Casemiro Kroos'a qarşı özünü etsin elə. Və burada da eyni vəziyyətdə alınırdı. Amma Casemiro burada topu dərhal Bruno Fernandes'e verməli idi. Fernandes dərhal yarım müdafiə hücuma keçirməli idi fazanı. Amma burada da Kobe Mainoo variantı var və əgər Kobe Mainoo oynayırsa birinci ötürmə Kobe Mainoo gəlir. Casemiro hansısa yarım müdafiəçi çəkir hansısa qırağa və o Kobe Mainoo üçün bir space yaranır. Və ondan sonra artıq Bruno Fernandes açılır və ondan sonra cinahlar açılır. Yəni çox ayaqda build-up elədi ümumiyyətlə Kerik. Ümumiyyətlə okeydir, bizim yetirməmizdir. Yəni çox da tərifləmək istəmirəm, amma həqiqətən yəni Kerik həm futbolçu kimi çox ağıllı idi. Bir dəfə biz burada müzakirə edirdik ki, Busquets'ə yaxın olan, ən yaxın olan ya dayak yarım müdafiəçi kimdir? Kerik. Hətta 2016-cı ildə ya 17-ci ildə Pep Guardiola demişdi ki, Kerik mənim üçün ən möhtəşəm CCM-lərdən biri idi ümumiyyətlə. Kerik çox ağıllı futbol oynayırdı, yəni və belə dayaq yarım müdafiəçilər artıq yaxşı məşqçilər də ola bilirlər. Məsəl üçün Didier Deschamps, yəni bunun bariz göstəricisidir. İndiki futbolda harda ki dayaq yarım müdafiəçi, məsəl üçün Kerik'in vaxtında indi bəlkə də Busquets'in sayəsində və Pep Guardiola sayəsində Kerik'in bəxti gətirdi ki, o bu faza düşdü, o bu zamana düşdü ki, yəni ona kimsə prosta bu Kerik'dir də, prosta oynayır. Artıq Kerik'in ona sonra da qiymət verə biləcək vəziyyətə bildilər ona Busquets'in sayəsində, Pep Guardiola sayəsində və indi həmin dayaq yarım müdafiəçilərin vaxtıdır və necə ki bəlkə də Kerik o vaxtda başa düşmürdülər meydanda, indi o tam olaraq o fikirləri ilə gələ bilər indi futbola və mənə çox maraqlıdır Kerik. Deyilinə görə Middlesbrough'da əla işlər görürdü. Orada da pis futbol göstərmir. Yaxşıdır. Tədricən hər il daha yaxşı. Və Morgan Rogers misal üçün onun şeydən çıxıb, Taverni Bournemouth'dakı onun əlinin altından çıxıb. Orada da xüsusilə mən baxmamışam təbii ki, oxuyurdum. 4-2-4 hücum planı orada da tez-tez istifadə edirdi. Hansı ki biz bunu 2007-2008 o Fergie'nin ən sonuncu Prime United'də görürdük. O ki qaldı sənin sualına, düzdür. Sənin sualına arada çox şey danışdıq. Ona da cavab verim. Bu ötən illər ərzində Manchester United mənə bir azarkeş kimi o qədər şey yaşadıb ki, mən artıq United'ə dair ümidlənmək istəmirəm. Bu Infinity War filmi var idi, Avengers'da Hawkeye'nin bir replikası var idi, Don't Give Me Hope. Mənə dair ümid verməyin. Çünki biz bayaq bunu səninlə də danışırdıq. Birə-bir bu dominasiya olmasa belə də, Ole'nin vaxtında da Manchester United'in xaos dönəmlərində gəlib Manchester derbisində qalib olduğu olub. Ten Hag'ın vaxtında da bu qələbələr olub. Xüsusilə Ole'nin vaxtında Ole böyük oyunları yaxşı oynayırdı, nəticə alırdı, amma kiçik qapanan komandalara qarşı onların müdafiə hissəsini aça bilmirdi və nəticədə mənasız xallar itirib maksimum 3-cü olurdu. 2-ci olduğu halda belə lider City onlara 10-12 xal fərq atırdı. Amma sən demişkən Kerik'in mənə elə gəlir ki, Ole'dən daha fərqli tərəfi ondan ibarət ki, bir əlindəki heyət daha yaxşıdır. Yəni Ole'nin ilk gəldiyi heyət deyirəm, amma bu Cavani'lər, Rafael Varanlar gələndə yox, ilk gəldiyi heyətdən də indiki heyəti daha yaxşıdır. İkincisi Premier Liqada artıq aşağılarda oynayan klublar belə çox dəhşət qapanmırlar. Hücum planları işləyir, hücuma meylli oynayırlar. Mənə elə gəlir ki, onsuz da Michael Kerik qalacaq mövsüm sonuna kimi. Amma nəticə verib də növbəti mövsümdən ona kontrakt təklif ediləcəklərini düşünürəm mən. Ən azından bu futbolu sən demişkən səmərəli şəkildə istifadə eləsə mövsüm sonuna qədər. Ümumən də mən fikirləşirəm ki, Kerik ən azı bir 5 illik kontrakt verilməlidir. Niyə görə? Çünki Kerik'in baxışları müasir baxışlardır. Amma Kerik elə bir zamanında futbol oynayıb ki, plus elə bir məşqçinin altında oynayıb ki, nəinki məşqçi, məşqçilərin altında oynayıb. Həm West Ham'da, həm Tottenham'da, həm Manchester United'da. Bu məşqçilər hamısı motivator idilər. Və Dorgu kimi futbolçuya, Şeşko kimi futbolçuya... Kiçik haşiyə oradan Louis Van Gaal'ı çıxardaq məncə.
Louis van Gaal mən demirəm də, yəni okey də. Yəni. Taktikdə. Louis van Gaalda da alınmadı da, yəni. Bunlara Louis van çıxmaq Gaalda da üz üstə yenə söz verdim. Alınmamasının səbəbi odur ki, Kerki kəsib Bastian Schweinsteiger'i gətirmişdi. Nəysə. Bu da yenə orada Alver gedirdi. Tipik Holland məşqçidə, ancaq o məşqçi ancaq Alver ilə məşğuldur, başqa heç nə məşğul deyil. Həmişə deyirəm, həmişə deyəcəm bunu. Və Fergie-dən öyrəndiyi o motivasiya, necə ki Fergie çıxırdı Gibsondan, nə bilim, Brown'dan, Cleverly-dən, Fletcher'ın Arsenal 8 dənə vururdu. O gəlib Dorguya, orada elementar olaraq var. Casemiro'nun sevincinə biz baxsaq, Casemiro necə sevinirdi bu qələbəyə. Yəni məşqçinin üstünə tullandı. Məşqçi birinci oyunda çıxıb gəlir tullanır məşqçinin üstünə. İndi okey status baxımından Kerik məşqçi olsa belə də, yəni Casemiro'dan bəlkə də yüksək statusda deyil, yəni kuboklara baxımından. Aralarında elə bir çox yaş fərqi də yox. Yaş fərqi də yoxdur. Meydanda da tez-tez rastlaşmışdılar. Söhbət ondan getmir. Aşağı ikisi də eyni mövqeyin adamlarıdır. Amma görürsən ki, artıq komandada bir ab-hava yaranır və ən əsası Manchester United bayaq dediyim build-up söhbətində Amarimdə problem o idi ki, mən yenə də deyirəm ki, Amarimi qovmaq, yəni əgər sən Amarim kimi məşqçini çağırırsan, sonra vaxt verməlisən. Amma Amarim tam olaraq sistem məşqçisidir. O bayaq keçən verilişlərdə bunu danışmışdıq. O əgər Maguire deyirsən, ay Maguire sən pas vermə, Maguire pas verməməlidir. Amma Amarim kimi məşqçilər biraz insan faktorunu unudurlar. Sən belə komanda yığmaq istəyirsənsə, sən ancaq dorquları almalısan. Ki onlar pişməmiş futbolçular, sveji futbolçular olsun ki, sən deyəsən ki, qış, sən belə elə, sən belə elə, sən belə elə. Hər kəs bu sistemi Pep'dən öyrənmək istəyir. Amma Pep bu sistemi La Masia'da öyrənib, tətbiq edib və La Masia'nı çıxardıb böyük futbola. Pep elə belə Tellion'u, Cunha'nı, o yaş futbolçular deyildi zaten. Amma elə belə onları çıxartmayıb bizə. Pedro da bəlkə də yəni Pep olmasaydı Pedro heç vaxt Roma, Chelsea, Barcelona karyerasını görməzdi. Pedro mənim çox xoşuma gəlir. Amma Pedro yəni Oviedo, nə bilim, maksimum Sevilla'da oynanası bir futbolçu olardı Pep olmasaydı. Eynən götürək, həmin dövrdə olan yenə Xavi, Iniesta, Messi yeni La Masia'dan çıxıblar. Və sən Pep'in təcrübəsinə baxıb Manchester United'a gəlirsən ki, burada 80 milyon, 90 milyon, 100 milyon, 150 milyon almış futbolçulara bu sistemi tətbiq etmək mümkün deyil. Çünki onlar fərqli cəmiyyətdə böyüyüblər. Fərqli futbol akademiyaları görüb, fərqli futbol oynayıblar ümumiyyətlə, fərqli fəlsəfə ilə yanaşıblar. Bunlara taktiki gedişlər plus motivasiya. Mourinho etdiyi, Ancelotti'nin etdiyi, Jürgen Klopp'un etdiyi sistem qurmaq olar. Amma sən deyə bilmərsən ki, Salah, sən zamaq eləmə, sən fint eləmə. Və Slot deyir, onu görə Salahda alınmır indi. Çünki Slot versi yer elirdi. Yəni, mən bu qədər pul vermişəm, orada mən atqatlarımı bıraxıyorum. Mən yer eləyim ki, o atqatları mən işləyim də normalində. Yəni, bu söhbətdir. Və eyni Amorim də burada çalışırdı. Ona görə Amorim hədəfimiz Cunha, Mbemo. Niyə görə Cunha, Mbemo normalini alınır? Çünki onlar hardan gəldi? Bradford, Wolverhampton. Aşağı segmentin futbolçuları. Okey, bunlar 50 milyon ola bilərlər, amma bu İngiltərənin qiymətidir. Həmin o Cunha İspaniyada 1 milyondur. Həmin o Mbemo, nə bilim, Fransada 3 manatdır. Yəni, bu İspaniyada lüboy futbolçuya, İspaniyada deyirəm, İngiltərədə lüboy futbolçunun qiyməti 10 qat artır, 20 qat, 30 qat artır. Və Amorimə vaxt verməliydilər. Okey, əgər Amorim'i çıxartdılar, indi Kerik'i qoydular ki, hələ ki o müvəqqəti olaraq məşqçi olsun. Amma məncə Kerik'ə vaxt verməlidirlər. Çünki Kerik Maguire'la Dorgu arasında o stabilliyi saxlaya biləcək. O onu tapıb, onu tapmayıb, o onu bilir, o bununla yaşayıb. Çünki o Ronaldo'nu görüb, Rooney'ni görüb və necə Fergie onlarla əlləşirdi, necə onları o nə deyirlər, ona İpini yığırdı bir-birinə. İpini yığırdı bir-birinə və o bunu öyrənib. Ona görə məncə Kerik çox yaxşı məşqçi olacaq və Kerikə yəni United-ı xilas edən Kerik olacaq. Bir West Ham'lı olmalıdır. Bir də Amorimdən fərqli olaraq Kerikin bu dəqiqə avantajı odur ki, sadəcə Amorim Portuqaldır. Dünyada bəlkə ən belə çox baltalayan mətbuat İngiltərə mətbuatıdır və ən belə baltalayan əfsanələr Manchester United əfsanəsidir. Amorimə qarşı elədiklərini Kerikə qarşı eləyə bilir. İngilisdir. Bunların canbaratlarıdır. Məncə onların da elə məqsədi o idi. Kerik gəlsin. Bəlkə də. Öz mafiyasına gətirsin. Bu Fletcher'in olduğu dönəmdə
Ole ilə Kerik söhbəti var idi də. Mətbuatda The Athletic'də yazılmış deyə, hardasa yazılmış. Fergie şəxsən Redcliffe zəng vurub deyib ki, Ole'ni öp bağrıma bas, yola sal, Kerik'i götür. Və özünün də gördünüz də kişi. Ferguson günücü sevinirdi. Çiçəyə çıxdıyıb oturmuşdu tribunada. Brewster Kerik həmişə onsuz da Fergie'nin vaxtında, Fergie nə qədər də motivator olsa falan olsa, Fergie'nin taktik gelişləri var idi həmişə. Yəni Fergie'nin həmişə indi Scholes'tan sonra meydanda beyni həmişə Kerik olub. Yəni hər şey Kerik elirdi meydanda. O görünməyən hücum bağlantısı. Müdafiə, hücum, cınaq falan. Yəni həmişə məsələn Fletcher'da dayaq yanımda. O Fletcher'ı qabağa ata bilirdi. Halbuki yəni Kerik'in sol ayağı bacardığı, yəni sol dırnağı bacardığı Fletcher'ın başı bacarmır da. Amma Fletcher'ı hər yerə atırdı. O demək deyil ki, Fletcher ondan yaxşı. Prosta Fletcher'dan vaz keçə bilirdik. Yəni sən küncdə də oynaya bilərsən, sən sağda. Necə ki Wes Brown hücumda da oynayırdı, müdafiədə, mərkəzdə. Çünki Wes Brown istedadlı futbolçu deyil. Onun şeydə əsgərdir. Harda boş yer varsa əsgərdir. Hara atdı orada mübarizə aparır da, belə futbolçudur. Çünki o böyük futbol düşüb, sevinir ki, mən buradayam. Bomba kimidir. Kerik isə beyindir. O beyni sən mərkəzdə saxlamalısan ki, o idarə eləsin. Ona görə Kerik, mən Kerik düzdür, bizə qarşı çox cındırlıq eləyib. Yəni West Ham'da Manchester keçsəydi. Tottenham'a keçsəydi. Tottenham'a getmək də, yəni sən kim olmalısan ki, Tottenham'a gedəsən də. Sizin əfsanələriniz də biri Tottenham'a gedir, biri Chelsea'yə gedir, biri Arsenal'a gedir. Buna da West Ham'dan çıxıb West Ham'a hörmət edən adam çox redkidir. Deyəsən bir Jared Owen sizin akademiyada. Sizin akademiyada Bowen. Bowen ya, Bowen halsizdir. Ona görə gəlsən. O qıraqdan gəlib deyə hörmət edir. Deməli, Pep Guardiola Manchester City'yə baş məşqçi gəldiyi gündən etibarən sırf stoperlərə 485 milyon avro pul xərcləyib. Və bu dəfə Manchester derbisində City'nin orta ikilisi stoperlər Max Ale ilə Husanov. Yəni okey, biz Kerik'in dominant oyununu falan tərifləyirik, amma bu tərəfdə City'nin də arxa tərəfi çox bərbad vəziyyətdə idi. Belə bir sürməz Husanov əsas futbolçudur. Əslində Husanov əsas futbolçudur. İnanmıram axı. Düz zədələr. Ruben Diaz, John Stones. Əsas deyildi. Onlar zədələndi, ondan sonra gəldi. Yox, Husanov zədəli idi, ona görə oynamırdı. Husanov neçə oyun sezon əvvəlinə bir dənə bax. Neçə oyun benchdə idi. Benchdə idi, ha. Sonra zədələndi. Yox, zədələndən öncə yəni benchdə idi bu adam. Əsas oyunçu idi. Husanov Pep'in əsas müdafiəçisi. Benchdə idi o. Neçə oyun benchdə idi, sonra zədələndi. Bir dənə oyuna girdi. Okey, Stones vəbşə 100 ildə oynamır. Samir bir dənə okey. Husanov əsas müdafiəçidirsə, Pep bütün ümidlərini Husanov'a bağlayıbsa, bəs xeyir ola bu Mark Gehini alır qışın günündə. Yanına. Rotation'da o Pep'in onsuz da taktikası odur da. Nə qədər oyunçu olsa da rotation ona lazımdır. Taktik söhbət deyil. Pep müdafiəni qurmağı bacarmır. Yox, onda heç vaxtda bacarmayıb. Stokda çox oyunçu olsun da belə deyək də, yəni nə qədər çox olsa o qədər yaxşıdır. Yəni sxemlər oynanacaq da məsələn. Husanov məsələn zədələndi məsələn, Gehini verəcək. Məsələn indi onda 2-3 dənə müdafiəçi onda zədələnsə, onun zaşitası olacaq da, yəni zapasda adam olacaq ehtiyatda ki, hansı ki oynada biləcək. Və Gehi də yad birisi deyil də, o Premier Liqadan gəlib. Yəni bilir də bu tempi, bu hər bir şeyi də. Ona görə də həm də görüb də bu Semenyo'nu da ona görə alıb. O gedib məsələn hansısa Rennes-dən zatdan götürməyib ki, onun Husanov məsələn oradan götürüb. Husanov okey tapıntı idi də. Evet. Amma digər məsələn oyunçuları çalışır ki, yaxında olanlar da ən çox da qış transfer pəncərəsində ki, sən baxırsan ki, sənin hansı nöqtədə biraz axsamalar varsa və yaxud zədəli oyunçu varsa, böyründə hansı klublarda normal bir yaxşı oyunçu varsa onu götür. Semenyo yaxşı tapıntıdır və ilk oyunlardan sxema uyğunlaşdı. Okey də, indi United uduzdular, o başqa məsələ. Amma son məsələnin 2-3 oyunda City-də ümumiyyətlə görsənir ki, vəziyyət o deyil. Çünki ard-arda hal itkilərinə məruz qalıblar. Ona görə də bir dənə refresh eləmək lazımdır. Və məncə transfer pəncərəsinin son günlərinə kimi ən aktiv oyunçu elə burada olacaq City. Çünki Pep o həmən o refresh düyməsini axtarır. Baxmaq istəyir ki, bu vəziyyətdən necə çıxmaq olacaq. Və ona görə də mən fikirləşirəm ki, Arsenal necə ki, indi Arsenal istəyən tədricən keçək, Arsenal hal itkisinə o da məruz qaldı. Nottingham'dan 0-0. Yəni Nottingham o rəqibi deyil ki, Arsenal onu udmasın. Və Arsenalın başında digər bir məşqçi olsaydı, Arsenal çoxdandan ondakı hal qabaqdaydı. Yəni hələ ki Arsenalın məşqçisi Arteta'dsa son tura kimi mübarizə gedəcək.
Yəni Arsenal görərsiniz indi növbəti turlarda çətin bir oyunu var deyəsən növbəti tur. Kimdən? Manchester United oynayır. United, ha. İndiki United çox ciddi bir rəqibdir və mən gözləyirəm ki, orada Arsenal hətta uduza da bilər. Sadəcə olaraq burada City özünü toparlasa, yenidən qayıdacaq o mübarizəyə. Arsenal bu dəqiqə açıq-aşkar görsənir ki, onun problemi var. Və Arsenal o killer deyil də, belə deyək də. Arteta onlara oyun öncəsi ustanovka vermir ki, çıxırsınız, rəqibi məhv edirsiniz. Əksinə gördük ki, City hal itirdi. Arteta da istər-istəməz bəlkə də oyunçulara o vibe-ı vermir ki, City o bir sənə vibe verir. City hal itirdi, narahat olmuyor. Əsas uduzmayın. Belə bir tipli bir şeylə çıxır. Çünki o sistem yaradır da. Hadi o pis də. Yəni Arteta yəni şey deyil də, yəni winnerlıq, yəni mentalitesi yoxdur onda. Arteta'nın vallahi deyirəm. Bir dənə çox istəyirəm, bilmirəm o kadrı görmüsünüz yoxsa yox. Mən Twitterdə qabağıma çıxmışdı. Nottingham oyunu bitdi. Declan Rice'in yaxın planı var idi. Deyinə-deyinə meydandan çıxırdı və bilmirəm də bu axır vaxtlar trend olub. Dodaq oxuyurlar videolardan. Orada bir post paylaşmışdılar Declan Rice'in nə dediyinə dair. Nöqtə heç nə dəyişmir, yenə hər şey olduğu kimi deyirdi. Yəni güman ki, xal etkisindən şikayətçidir də. Və Arteta'nın sadəcə çox babatbəxtli gətirib ki, yəni fest transferlərə baxırsınız, ümumiyyətlə Arteta ilə Kloppun deyirəm, Pepin transferi necə oxşayırlar bir-birinə. Arteta ilə Kloppun, çünki Arteta Kloppun, Klopp niyə deyirəm mən, yazıq Klopp. Peplə çox öyrənib də, hər şeyi ona öyrənib, prosta zəif versiyasıdır. Papa. Arteta'nın sadəcə bəxti gətirib ki, Arteta nə adı? Gabriel'in Saliba'nı tapıb. Yəni siz fikir verirsiniz artıq nə qədər müdafiəçi alır. Arsenalın komandası görə nə qədər müdafiəçisi var? Hücumda o qədər adam yoxdur ya, burada. Hamısı müdafiəçidir. Ki bir də Arsenalı bilsin məsələ. Cinahda oynayan futbolçular belə ya orijini mərkəz stoperdir, ya da orada da oynamağı bilən müdafiəçi. Bu da indi məntiq olaraq məndə həmişə belə gəlib və mən həmişə belə düşünmüşəm və bu fikrimi nə dəyişə bilər? Pepin məktəbi futbolu ancaq mərkəzdə oynaya bilir. Yəni Pepin dəyişə biləcəyi, futbolda dəyişdiyi şey mərkəzdir, yarım müdafiə, bir də laterallardır. Sağ cinah, sol cinah. Nə mərkəz müdafiə, nə sağ-sol wingerlər, indi deyəcəklər Messi zat, Messi, Pepsiz də Messi olacaqdır. Nə hücumçu. Misal, Pepin həmişə qınaq yeri olan, Pepin nə vaxt, nəyə görə qınayırlar? Misal üçün Ziya, həmişə deyir ki, Bavariyanə, niyə o da bilmədi? Çünki Bavariyanın yarım müdafiəsi pis gündə idi. Kroos getdi, Kroosla kontrakt imzalanmadı. La Masiyadan ancaq Alcantara'nı çıxardı. Alcantara da stabil deyil. Javi Martinez şeydə. Yəni Pep həmin orada Bavariyada həmçinin Douglas Costa'nı, Robben ola, Ribery ola, Douglas Costa'nı yoxlayırdı, Bernat'ı yoxlayırdı, 10-cu Lamı keçirdi, gördü ki alınmır Lamla, orada köçürdü, dayak yaran müdafiəçi elədi Lamla, sonra Kimmich də orada keçdi. Yəni belə yoxlayırdı, ona görə alınmır. Çünki Pep sağ cinah, sol cinah oynaya bilmir. Hücumçudan qoyuram qırağa, indi Lewandowski'nin bacardığı, Haaland'ın bacardığı, onlar Lüboy klubunda bunu bacarırdılar zaten. Hətta Lewandowski'nin zamanda saxlayırdı bir müddət, sonra gördü ki alınmır da, Lewandowski oynamalıdır. 9 dəqiqəyə 5 gol vurandan sonra məcbur qaldı. Yəni sən Ribery ilə, Robben ilə bacara bilmədin. Messi'ni qoyaraq kənara, Henry Barcelona'da nə sezon keçirdi? Henry top səviyyədə Henry gəldi. O 2006-dan sonra gələn Henry'dir, yəni Henry top level'da idi. Bilirsən də Henry'nin açıqlamasını. Deyir gəlmişəm, Barcelona'dayam və Thierry Henry'yəm də. Pep gəlib mətbuat şey deyir, taktikdə baş-başa deyir, taktik danışırıq. Mənə deyir ki, heç deyirsən burada oynayacaqsan, müdafiəçini qaçırdacaqsan, Messi'yə zon açacaqsan, o vuracaq. Deyir, belə baxdım ki, məsələn Thierry Henry'yəm də, mən yəni eyni bu Zalatanla da həmən söhbət olmuşdu da. Mən Thierry Henry'yəm də, mən gör Premier Liqada dünyanın o vaxt üçün ən çətin liqasında nə hoqqalar vermişəm. Sən məni Messi'yə blok açım deyə istifadə edirsən. Düzdür? Prosta sonra Messi'ni gördü, dedi ki, mən razıyam. Hə, də gördü ki, amma Zlatanla razı deyildi. Hə, Thierry Henry özü də deyir, mən bir neçə oyun deyir, ciddiyə almadım da, amma sonra başa düşdüm ki, bu adam düz deyir, səhv deyir, amma işləyir də tokda bu. Yox, Pep Guardiola çox böyük bəxti gətirdi ki, həmin 2009-dakı. Yəni Thierry Henry razı oldu. Thierry Henry razı olmasaydı, Barcelona bu uğurların 60%-ni qazana bilməzdi. Çünki onun yerinə Pedro oynayacaqdı, ya Tello, akademiyada kimsə oynayacaqdı zaten də. Boyun 42. Boyun 42 də yəni daha çox center forward idi də. Yəni mən də ona gətirəm ki, prosta Pep Guardiola həmin o momentdə hər şey belə gəldi ki, hamı
razılaşdı ki biz belə oynayaq. Bütün parçalar birləşdi. Və ona gedirəm. Amorim kimi məşqçilər Pep Guardiola'ya baxmamalıdılar. Arteta Pep Guardiola'ya baxmamalıdır. Arteta başa düşməlidir ki, mənim zəif nöqtələrim hardadır? Sənin zəif nöqtələrin çoxdur. Əgər Arteta'nın misal üçün Declan Rice-da oyun alınmırsa, ya da Gabriel başdan topu vura bilmirsə, Arsenal onu getmir. O ki deyirlər, Martinelli'nin qolu, Saka'nın qolu 90 dəqiqə, sadəcə fizikası çox güclüdür və ona görə bu qollar alınır. Amma oyun ərzində Arsenal demək olar ki, heç nə yarada bilmir. Normal. Yəni künc zərbələrini, cərimə zərbələri biz qoyuruq kənara. Plus Arsenalın bu il çempion olmalıdır Arsenal, çünki bütün klublar zəifləyib. Hamı zəifləyib. Baxmayaraq ki, heyətlər güclənib, amma klubların hamısı zəifləyib. Pep Guardiola nəsə orada yoxlayır. Pep Guardiola bax, Semenyo görürsən yenə küncləri alır. Mərkəzdə Pep Guardiola heç kim almır. Baxma, səndə mərkəz zəifdir də, Bernardo Silva qocalır oynaya bilmir, motivasiyası da yoxdur. Rodri zədələnir, bilmir, o qayıdır, ya qayıtmır. Yəni belə qayıtmaqdansa qayıtmasa yaxşı. Nikonu aldı. Yəni o birisi kim var mərkəzdə? Foden Reinders. Derbidən sonra Pep Guardiola mətbuatın ən tənqid elədiyi şey Şerkinin yerinə Phil Foden başlatması idi ki, 45-də əvəzləməni elədi onu. Yəni mən ona gətirirəm ki, yəni Pep Guardiola indiki artıq o zamana keçib. Pep Guardiola bu futbolu gətirib, bu futbolu yaratmayıb, bu futbolu dirçəldib və heç kəsin gözləmədiyi anda bunu elədi və ona görə o da oldu, feyerverk oldu. İndi uca futbol biraz daha flexible oldu. Bütün tərzlər bir-birinə qarışır. Necə ki, musiqidə əvvəllər sən bildin ki, bu rapdir, bu rockdur, bu popdur, bu folklordur, bu odur. İndi bu treka qulaq asırsan, misal üçün hansı treka? Baxırsan ki, hər şey mixdir və adını qoyulur alternativ trek. İndi Lübo artistdən soruşsa, sən hansı janrda ifadə edirsən? Mən alternativəm. O alternativ deyil. O sadəcə bilmir bir janrda necə qabağa getsin. Ona görə hər şeydən istifadə etməyə çalışır. İndi baxsan, Alim Qasımov da rap deyir. Alim Qasımov bir dənə reperin turkasına getdi. Yəni söhbət ondan getmir. Bax futbolda da elə. İndi futbol çox alternativ olub. Ona görə müxtəlif janrlardan istifadə etmək lazımdır. Müxtəlif fəlsəfələrdən istifadə etmək lazımdır. Və indiki dövrdə Arteta məşqçilərdən deyil ümumiyyətlə. Yəni Arsenal sadəcə biraz City biraz güclü olsaydı, ya Liverpool yəni slotu qovsaydı, vaxtında bəlkə də Liverpool çempionluq oynayırdı rahat. İndi hansı məşqçi və mən inanmaq baxmayaraq ki, Manchesterdən zəhləm gedir mənim. Amma mən inanmaq istəyirəm bu məşqçi Carrick ola bilər. Arsenal indi müdafiəsindən danışıb bilir. Flick. Bax Flick'in uğuru nədir? Flick'in uğuru odur ki, Flick kombinasiyalı futbol oynayır. Yəni o şeyləməyək, biz ancaq kontratak oynayırıq, ya ancaq ball position oynayırıq. Oğlum momentdə alındı ball position. Tak, fıratsız oynuyor. Luis Enrique, Hans Flick onların köhnə məktəb deyil də, köhnə məktəbdir də. Onların oyun şablonları, oyun içərisində gedişatlar, dəyişmələr çox yaxşı. İndi Arsenal müdafiəsindən biz danışırıq. Sən dedin, mən də razıyam. Dünyanın güclü iki dənə mərkəz stoperi Arsenaldadır. Biz çünki oyun gedən vaxt biz danışırdıq. FA Kubok oyunu Chelsea 3-2 tutdular. Chelsea'nin hər iki qolunu gördük. Kontratakada müdafiənin arxasına keçib boşluqlarından qol vurdular. Yəni Arteta'nın əlində yaxşı müdafiəçilər var. FA Cup deyil, EPL Cup'dır. Hə, Kubok oyunu. Əlində möhtəşəm mərkəzi müdafiəçiləri ola bilər, amma müdafiənin belə gediş şablonları o qədər dərin deyil də. Yəni Liam Rosinier kimi yeni bir məşqçi, Garnaçon tanımır, Neton tanımır, 2 gündür kluba gəlib. Onlarla 1-2 məşq Arsenalın qapısına 2 dənə gözlənilməz top vura bilirlər. Orada niyə görə Hinkapie ilə Maskera baxmayaq ki, yəni pis müdafiəçilər deyillər, yaxşı müdafiəçilərdir. Hinkapie Bundesliqada 36 oyun uduzmadı insan. Yəni sən onunla müdafiə oluna bilmirsən. Müdafiə oluna bilmirsən. Yəni Hinkapie ilə Maskera ver Chelsea əsas heyətin 2 əvəz olmaz parçası olaraq. Reala ver Hinkapie normal əsas heyətdə oynayacaqdı. Yəni sən bunlarla müdafiə eləyə bilmirsən. Yəni sadəcə Gabriel ilə Saliba individual olaraq çox möhtəşəmdirlər. Plus qabaqda da bomba oynayırlar. Yəni bunlar qabaqda Ramosdular, arxada Nesta'dılar da. Yəni bunun kombinasiyası. Nesta çox oldu, amma nəysə də bu ondan. Arsenalda bu yenə sosial mediaya düşmüşdür. Klub futbolçular arasında da var. Xüsusilə Saka ilə Gyökeres arasında bu bif düşüb. Penalti verməmişdi. Penalti istəyir, vermir, pas istəyir, vermir. Saka ilə bir Gyökeres'ə qarşı bir yüngül paxıllıq eləyirlərmiş kimi. Bunu toparlaya bilməsə bəs çempionluq yarışında Arsenal üçün bir şey ola bilər. Futbolçuların o arasındakı kimyanı. Əlbəttə ola bilər. Arsenal yenə deyirəm, indi bu dəqiqə görsənmir ki, Arsenal
problem yaşamaya bilər. Hələ gələcəkdə məncə çoxlu bir problem olacaq. Çünki Arsenalın başında bu adam, yəni bu belə deyim, sərkərdə deyim də, yəni elə bir ki öz-özünə sual verəndə biz görəsən çempion ola bilərik. Arteta da bizə təklikdə yaxud hər səhər duranda güzgüyə baxırdı ki, biz çempion ola bilərik. Çempion olacağıq. Belə yox, nəsə olacaq. Öz-özünə elə bir ki sual verir. O şey yoxdur da bunda da. Uverin deyil ki, biz dəqiq çempionuz və oyunçulara da o həmin o şeyi verə bilir. Çünki sən Nottingham Forest-la oynayırsan. 17-ci yerdə gedən komandadır. Sən bilirsən ki, sənin əsas rəqəmin xallı itkilərə məruz artıq neçə turdur. Sən 2 tur dalbadal uda bilmirsən. Yəni burada səndə mentallıq yoxdur, o winner mentallığı. Çünki Arsenal dominant deyil axı. Yəni Arsenal məşqdən gəlir. Yəni Arsenal özünə, yəni məsələn çempion olmaq istəyirsə, Arsenal da güya dominasiya eləyir. Yəni Arsenal Liverpoolu əzməli idi. Yəni Burnley Liverpoola qol vura bilirsə, Arsenal üçünü vurmalıdır. Nottingham Forest okey, Nottingham Forest xod yığdı, plus da orada relegation battle gedir. Bu komandalar daha motivasiyalı oynayırlar, daha çox qaçırlar, daha istekli olurlar. Okey. Amma Sean Dyche da. Plus da Sean Dyche. Amma hə də Sean Dyche da. Yadında gəlir Sean Dyche Burnley-si. Göyə saxlamalıydılar. Pep Klopp orada Burnley heç etsəydi, Liverpool çempion olacaqdı. Burnley 90 dəqiqə, 88 dəqiqə müdafiə olundu. City 89-da 90-da vurdu Siranı. Çünki dominant budur bura. Sean Dyche. Yəni o bir sənəcə Sam Allardyce, İngilis məşqçiləri də tipik. Yəni 18-ci əsrin futbolu. Hə, yəni o belə standart. 80-ci illərin, 70-ci illərin o meydançalar pis gündə olan vaxtda da Sean Dyche legend olardı. Amma burada yəni Sean Dyche yəni okey də, yəni sən Artetasan, sən Arsenalın məşqçisən, sən çempionluğa oynayan komandasan. Yəni sən necə ola bilmirsən bu komandanı? Yox, Arsenal dominant deyil. Deyil. Çünki məşqçidən gedir bu. Heç bir oyunda mən hiss eləmirəm ki, Arsenal oyuna mütəmadi olaraq baxıram Declan Rice-ə görə və mən istəyirəm ki, Arsenal çempion olsun, çünki Declan Rice çempion olmağını istəyirəm. Yəni istəyirəm ki, Declan Rice çempion olsun da. Sevirəm də bu oğlanı mən də. Və istəyirəm o çempion olsun. Prosta baxırsan ki, bu yetimdən başqa heç kim oynamır. Sevirəm də bu. Bu təbliğatdır brat. Declan Rice, Gabriel və Saliba'dan başqa Arsenalda heç kəs yəni yaxşı futbol oynamır. Yəni Declan Rice bir dayaq yarım müdafiəçi səndə Premier Liqanın ən çox qol şansı yaradan oyunçudursa, bu komanda bədbəxtdir bura. Bir dənə sual. Sənin yadımdadır. Bayram ərəfəsində Samirlə bizim Instagramda bir filmimiz düşmüşdü. Sizin aranızı qızışdırmaq istəyirəm. Samir iddia edir ki, hal-hazırda Premier Liqanın ən yaxşı futbolçusu Declan Rice-dir. Futbolçu, dayaq yarım müdafiəçi yox, futbolçusu. Premier Liqanın ən yaxşı futbolçusu bu mövsüm. Yəni rekordlar qıran Haalandın olduğu Premier Liqada. Yox, ən yaxşı deməzdim. Kimdir? Yaxşılardan. Declan Rice-dən ki, yaxşı futbolçu bir dənə. Ən yaxşılardan. Yox, deyirəm də bir dənəsini. Ən yaxşısı deyil də. Bu mövsüm Declan Rice-dən Premier Liqada güclü futbolçu. Yaxşılardan biri ən yaxşısı deyil, bir sənə vaxt demək olar. Sezon sonunda. O vaxt deyəməz. Sezon ortasında İndiyənə kimi deyirəm də mən. Tam pikə çıxmayıb axı çox adam. Declan Rice-də qoy baxa görə də bütün oynansın. Əsas məsələ indi başlayır. Pep çıxmasa keçən mövsümdə ondan yaxşıca Salah idi. İndi başlayır. Salah yox, Salah yanvara kimi. Yəni o rekord getdi də axıra kimi də fərqi ilə çempion oldular da. Mən Declan indi bu dəqiqə ən vacib nöqtə başlayır. Çempionatın məsələn mövsümün ən vacib nöqtələri başlayır. Həm Çempionlar Liqasında, həm də çempionatda. Bundan sonra davam edə bilsə bu performans, hə demək olar. Söhbət Premier Liqadan gedir bura. O da Premier Liqadan. Premier Liqa və komanda üçün. Sual nədir? Bu yarım il ərzində ən yaxşı deyil. Ən yaxşılardan biri. Ən yaxşı mən sənin indi deyə bilmərəm kimdir. Amma Rice ən yaxşı deyil. Yaxşılar sırasındadır, amma ən yaxşı deyil. Yəni bir nəfər deyilən də ondan yaxşı. Hələ ki yox. Deyən ki, məsələn bu da ondan yaxşı ola bilər. Sən məsələn dedin də mən. Yox, hələ ki yoxdur məndə belə cavab. Amma Rice ən yaxşısı. Rice ən yaxşı deyil, ən yaxşılardan biridir. Ən yaxşı. Rice 10 ildir. Çox belə palyaçada. Rice West Ham'ın ikinci sezonundan bəri Premier Liqanın ən yaxşılarından biridir. Söhbət ondan gedir. West Ham sözünə də biraz keçib. Senzur eləyək. O West Ham, nə qədər olar? Kстати, əziz Tottenham azarkeşləri. Necə idi? Salamatçılıqdır. Davam edir. Okey, 2 dəqiqə
mən uzun vaxtı bu ifadəni və bu klubun adını eyni cümlədə istifadə eləmirəm. Darıxmışdım onun üçün. Səmərəli Liverpool yenə səmərəli oyunu davam edir. Liverpool başını bura. 2026-cı ildə 4 Premier Liq oyunundan adamlar qalibiyyət çıxarda bilmədilər. 4 oyun 4 heç-heçə. Düzdür, indi bir Arsenal səfərindən heç-heçə bu məqbul nəticə sayıla bilər. Amma Liverpoolun arxa-arxaya xal itirməsi artıq onun top 4-lükdəki 4-cü yerdəki o vəziyyətini də təhlükə altına salır. Çünki United gəlir, Liam Rossinier'in ilk Premier League oyununda da Brentford'u 2-0 qalib gəldilər. Məncə yaxşı futbolda oynayırlar, inamlı. Hansı ki Brentford onlardan yuxarıdaydı. Bəli. Liam oynamırlar, amma məndə bir də çüyka var uşaqlar. Özünüzü yaxşı olacaq. Bomba kimi olacaq. Yenə derbiyə qayıtmaq istəmirəm, sadəcə oradan bir referans verəcəm. John Terry'in videosu var idi derbidən ki, köhnə United, axıcı futbol falan. Mən də həqiqətən bu Chelsea düz Brentfordla oynayırdılar öz yerində, amma həqiqətən köhnə Chelsea'yi hiss elədim. Yox, Brentford Brentford yuxarıdaydı Chelsea. Liqada üstəydi, 7-ci yerə düşdü bu məğlubiyyətdən sonra. Amma həqiqətən Chelsea'nin oyununu çox bəyəndim. Bu oyundan əvvəl mətbuatda belə bir xəbər görmüşdüm. Cole Palmer'da çox nadir tapılan psixoloji bir xəstəlik diaqnozu qoyulub. Nəsə olub ona? İndi çox sevindim. Oyuna da çıxdı, penaltidən qol da vurdu, yaxşı da oynayırdı. İnşallah onun da bir problem olmaz. Çünki istər-istəməz nə qədər cavan da olsa bu dəqiqə Cole Palmer Chelsea-nin bayraqdarıdır da. Yəni meydanda bütün gözlər onu axtarır. Onda artıq bir şey olsa istər-istəməz bu kluba da mənfi təsir göstərə bilər. Yəni Premier Liqa ən azından liderlik yarışı yox da Çempionlar Liqası uğrunda olan yerlər üzrə yarışlar çox qızğın gedir. Keçək liderlik yarışının qızışdığı, biraz son turda canlandığı liqaya. Barcelona 2-1 uduzdu Real Sociedad'da. Nə dedin keçən Real maraq qatdı liqaya. Real Sociedad. Doğru, həmişə kimi də Real Sociedad. Amma sözün açığı mən çox sevindim. Bu məndə e-futbolda Master Liqada Mikel Oyarzabal mənim kapitanımdır. Yəni gol vurdu. Sevirəm onu. Amma demək ki, Barcelona aparacaq oyunu. Tipikal Barcelona'da, yəni gol buraxacaq onsuz da. Hər oyun demək olar ki, buraxır. Buraxandan sonra deyirəm, sonra indi bilən Naval gedəcək. Amma biraz gec bir elədilər. Deyirəm, sonra indi aparacaqlar dəqiq. Riski bir dəqiqə sonra tatap bir dənə saçdır. Barcelona yazırlar ki, yəni Kubarsini biraz çıxaram. Digər müdafiəçilərlə çox pis bir oyun oynayırdılar. Sonra qırmızı da aldı şey. Amma Carlos Soler. Xüsusilə oyunun ilk yarım saatında Lamine Yamal o keçənki prime'ını açdı ilk yarım saatda. Çox möhtəşəm oynadı. Amma bilmirəm, belə söhbətləri çox belə realistik deyil. Biraz nağıl kimsəsən, amma o türklərdə bir söz var ya, futbol tanrıları böyle olsun istərdi. Yəni biraz ona yoruram. Çünki yəni Barcelona əlindən gələn hər şey elədi. 2-dən qolu vardan qayıtdı filan. O bəzən olmayanda olmur da. Amma bu İtaliya nədir? İspaniya çempionatı çox maraqlı çünki Atletico Madrid də utdu, biraz da yaxınlaşdı. Villarreal uduzdu o heç. Amma Villarreal növbəti tur Real Madridlə oynayır öz meydanında. Real Madrid indi okey, Levante utdu, yəni birinci gol penaltisinə gəldi, 68 dəqiqədə vurub. Görsən ki, Realda ciddi problemlər var. Baxmamısansa mən baxmışam Realın oyunu. Bilirəm mənə söz soxur ki, xal fərqi belə düşdü. Valla birinci hissədə Aparturla. Real Levante-də səhv eləmirəmsə düşməz olağındadır liqada. Yəni Levante onsuz da bərbad vəziyyətdədir. Albacete uduzdular da Levante. Real top klubdur orada. Real çox pis oynadı. Yəni yaxşı ikinci hissədə Kamavinga çıxdı, Arda Güler girdi. Yəni Arda Güler çıxdı meydana, Real Madridin heysiyyətini xilas elədi. Yəni bildiyin şərəfin, namusun yerlərdən götürdü Real Madrid. Bu niyə hamı dirəşir ki? Yəni bu Arda Güler türk olmasaydı, məncə bu qədər heç kəs dirəşmirdi. Nəinki şeyi, baxırsan ki, bizimkilər demirəm bura. Nəinki baxsa, Xabi Alonso o qədər iradə gəldi ki, sən Arda Güler niyə oynadırsan? Arda Güler niyə oynayır bilmirlər. Arda Gülerə tez güvəndi. Arda Güler. Mən çox oxudum. Hər bir pressada bunu oxudum mən. Kamavinga ilə, yəni Xabi Alonso nə edə bilərdi? Yəni Kamavinga ilə heç bir məşqçi heç nə elə bilməz. Start 11-də orta sahəsi bilsən nə içəri alın? Chouameni, Kamavinga, Bellingham. Dünyanın ən belə open space oyununa yaramayan üçü də orta sahə. 300 milyon aparturladı. Orada düzdür Bellingham çıxmaq şərtində. Yəni bu iki dənə futbolçu 150 milyondur da bunlar ikisi. Chouameni ilə Kamavinga. Yəni onlar yaxşı yarım müdafiəçilər olsaydı, hətta cross oynamayanda Ancelotti Cebalos'u bırakırdı oraya ama Kamavinga'nı oraya koymurdu. Kamavinga atırdı left back. Çünkü Kamavinga odur da bırak. Kaçsın. Prosta kaçsın. Chouameni dedi Royston Drenthe. Chouameni şeydi ancaq öz pozisiyasında normallə oynamadı. Vallahi deyirəm, Chouameni öz pozisiyasında Zidane olsaydı, Real'da
müdafiəçi olmasaydı belə Tchouaméni müdafiədə oynamazdı. Niyə görə Ancelotti müdafiəyə Kroos'u qoymurdu? Niyə görə Modric'i qoymurdu? Çünki bunlar budur. Tchouaméni isə budur. Get davay qakarəsə sən orada oynarsan, burada oynarsan, get orada oyna da orada. Yəni o söhbətdir. Məsəl üçün həmişə çoxlar söhbət edir ki, Rodrigo'ya şans verərdilər sol cinaqda. Vinicius Rodrigo'dan yaxşıdır sol cinaqda. Gərək Rodrigo elə bir performans göstərsin ki, o vaxtda Ancelotti desin ki, Vinicius qardaşım bağışda, Rodrigo daha zordur sol cinaqda. Faydalı şəmsal üzrə mövqeyə adam atır. Bu orada oynayırsa, bu hamıdan yaxşıdır deyə oynayır da. Yəni əgər səni harasa atırlarsa, çox nadir hallarda, məsəl üçün həmin o hallardan biri Wayne Rooney-dir. Yəni Wayne Rooney-ni yetimi qapıda oynatmadı da. Yəni o da məncə Wayne Rooney-nin ambisiyaları zəif idi deyə belə oldu. Yəni Ferguson yəqin bunu hiss elədi ki, keçən veriliş mən danışdım, o Reels'də biraz şey oldu, partlatdı, zad elədi. Düz mən bir tərəfdən belə danışıram, amma bir tərəfdən yəqin ki, insan faktı tərəfindən baxıram. Ferguson baxır buna deyir ki, belə bu yenə piyan gəlib məşqə bilin. Bundan nə bilin Ballon d'Or çıxarır məsələn də. Amma istedadlıdır. Nə deyir? Hə, müəllim yaxşı mən gedim. Deyir ki, mənə dəymə mən gedim, axşam piyirəm içim. Yəni o söhbət. Tchouaméni, Camavinga, belə çıxartdı Xabi Alonso'lar oyunu. Nə oldu? Arda Güler zamanında qaldı. Pis gündə oynadılar Barcelona. Arda Güler girən kimi oyun canlandı. Bu elə bir türkdür ya. Ya türk futbolçu, ya rus futbolçu belə anda sırf bu iki millətdə niyəsə belə olur ha burada. Ukraynalı futbolçulara qarşı belə şey olmur. Amma türklə rus futbolçu arası düşəndə start heyətdə oynayır. Nəsə göstər, biraz tezdir, nəsə o deyil. Yox ya, Arda Güler biraz toparlamalıdır top futbolda. Allah Camavinga 700 ildir belə top futbolda oynayır. Oynaya bilmir də Arda Güler kimi. Arda Güler Camavinga'dan 1000 qat istedadlıdır. Nə olsun türkdür? Elə götürək, elementlər götürək, Çalxanoğlu'nu götürək. 7 milyar da ölürdü Bundesliga'da. Yaxşı ki Milan çıxartdı onu oradan. Heç kəsin vecinə dedi. Emrecan, Nuri Şahin. Nuri Şahinə imkan vermədilər axı. Liverpoolda imkan vermədilər. Bir dənə İlkay'a fey verdilər. O da bir sənə görə. Çünki İlkay Almaniyanı seçmişdi biraz. Şu, qutardı getdi. Həmçinin Mesut Emrecan da Almaniyanı seçib də. Emrecan da okey də Liverpooldan tupoyluq elədi, Juventus'a getdi. Ən tupoy qərardır biraz. Yəni bundan pis qərar ola bilməzdi Emrecan'da. Okey, bəs indi mən deyirəm Real Madridin oyunu pisdir Arda Güler'dən asıl, amma Real Barcelona tərəfində də belə bir şey oldu. Bir sezon əvvəlində gördük ki, Rafinha yoxdur, Barcelona vəziyyət yaxşıdır. Rafinha da bu Sociedad oyunundan əvvəl zədələnmişdi. Mən dəqiq bilmirəm zədə müddətinə vaxt. Yəni 2 həftə belə Rafinha olmasa heyətdə, yəni biz görürük ki, okey Rashford gol vurdu Sociedad oyununda. Amma Rashford birəbir Rafinha'nın əvəziyyəsi futbolçu deyil də meydanda. Zəifdir. Barcelona heyəti çox zəifdir. Yəni top klubu üçün çox zəifdir. Müdafiə xətti bərbad deyil. Müdafiənin qoyqanayı Lewandowski qocadır. Yamal cavandır. Biri çox qocadır, biri çox cavandır. Rafinha da orta. Rafinha onun ortasında onu alır. Rafinha qızıl ortadır, o hücum xətti. Çox gol buraxır Barcelona. Çox. Müdafiə hər oyunda demək olar ki buraxır. Hər oyunda. Müdafiə baxır. Yəni o bərbad çıxış edən Real 2 dənə vurub ya. Balda Kubarsi mübarəsiz atdı. Hada, yəni demək istəyirəm ki, Barcelona Kubarsin yanına, heç olmasa Xavi Martinez olanda çox hardasa nəsə olurdu da. İndi vəbşə o da yoxdur yetim. Çox dəhşətli. Kubarsi axı gəncdir bura. Neçə yaşı var? 21 yaşı var da arasında. Cavandır. Yarım müdafiədə baxırsan bura. Okey, Pedri, De Jong okey, amma üçüncü kimdir? Həmişə dəyişirdi üçüncü. Üçüncü bilinmir kimdir. Bir dəfə Olmo'dur, bir dəfə Ferran Torres'dir, bir dəfə Fermin'dir. Bilinmir kimdir üçüncü. Lewandowski'de olmayan da Ferran Torres oynayır məsələn. Ferran Torres bir oyunda hat-trick eləyir, amma birisi oyunda 3 dənə nə bilim boş qapıya vura bilir. Fərqli hat-tricklər eləyir. Davamlılığı yoxdur. Yoxdur yəni. O stabil futbolçu deyil. Ona görə Flick'a hal-hazırdakı Barcelona'ya ən azından hücumda Pedri'nin qabağında və bir də mərkəzin müdafiənin mərkəzində 3 dənə futbolçu dəqiq lazımdır. Bax qapıçını tapdılar. Qəşəng qapıçıdır. Qapıçı əladır. 7 oyun, 2 dənə clean sheet yox. 8 oyun, 6 clean sheet. 6 dəfə gol buraxmadı. Hər şey zordur. Amma bu məqamları da bağlamaq lazımdır. Həmçinin biz götürsək, yəni Real'ı da götürsək də, yəni Real'ı düzdür, indi futbolçular aldı, amma çox zədəlidir və hal-hazırdakı sastava baxanda Real'ın o da zəifdir əslində. Yəni mühüm pozisiyalarda zəiflik var. Biri var ümumi sastav hardasa zəifdir də. Amma biri var ki, baxırsan ki Mbappé demişsə üçün FIFA-da oynayırlar. Baxırsan ki, hücum 91-dir, yarım müdafiə 70. Sən heç vaxt bu komandanla heç nə ola bilmərsən. Yəni Camavinga, Tchouaméni oynayanda sən bu yarım müdafiə deyil. Net olur.
Bu bir sənə deyil, bir Kante ilə Makelele oynayır da. Mətbuata belə bir xəbər düşüb. Güman ki, bu biraz dedikodu və şayə qismindədir. Perez növbəti mövsüm üçün Jürgen Kloppla danışıb. Jürgen Klopp da şərt qoşub ki, Vinini sat gəlirəm. Opo. Bəli. Sizcə Jürgen Klopp da deyir ki, bu hamısı hype-dir və heç nə yoxdur belə tema. Vinini sat. hə, deyirəm də şayə ola bilər. Amma bəs ümumi belə fikirləşdi. Jürgen Klopp gəlsə toparlayar bu şeyi. Məncə niyə də yox. Real Madridi. Biz hazır komandadır Jürgen Klopp. Belə zor olar 2 ilə Alman məşqçi. Qırılacaq. Zor olar, amma məncə bu söhbət yaxşı söhbətdir. Yəni Vinini sat söhbəti, yəni Kloppa has olan bir söhbət ola bilər. Çünki yəni Klopp heç vaxt top komandaya gəlməyib baxı. Yəni komanda düşüşdə olanda gəlmişdi və Liverpool'du ən topu yığırdı. Liverpool da ən pis dövrdə gəldi. Top deyil də yəni. Yəni ona görə deyirəm ki, bu məsəl üçün maraqlı olar baxmaq ki, yəni Kloppun avtoriteti Mbappé-ni, Vinicius-u boğa bilər, Bellingham'i boğacaq. Amma Mbappé-nin də okey olacaq. Vinicius o istəyir ki, bu havanı, yəni Məncə əksinə orada bu havanı Mbappé-dir biraz. Qısa seriyaya keçək. Çünki bizim top 3 liqalarımızda xal itirməyən yeganə lider şeydə Inter oldu. Və Milan. Milan ikinci yerdədir. Napoli'də olub, nə olar? Ha, liderdir. Lider, ha. Allah bilir. Ara yerdə moment tapan kimi linçləyir buna eşitməyim nə deyir. Yəni 6 xal fərqi. Inter prosta lider deyil də, Inter Bax məsəl üçün Inter eşidəndə senzura girmirdi. Napoli elə istəyirəm ki, yavaş-yavaş elə bir yarışdan qopur da, elə bir növbəti ilərləyən turlarda yarış Milanla Inter arasında keçəcəkmiş kimi gəlir. Nə fikirləşirsən? Napoli bəli oxşayır, amma Napoli son turda məsələn çox çətin bir qələbə qazandı. Sassuolo unutdu, amma Sassuolo da yaxşı oynayırdı. Mən gözləyirəm ki, nəsə 1-1 zad olacaq. Amma Napoli hələ qaldı. Növbəti tur məsələn çox həlledici olacaq. Çünki Napoli Juventusla oynayacaq səfərdə. Çox əla oyundu. Çox qırğın olacaq. Juventus səfərincə bu uduzub. Juventus sürümcə heç gözlənilməz oldu. Çox gözlənilməz xal oldu. Çox Juventus super xod yığıb, amma epizodu indi aparacaq. Cagliari axırlarda gedir. Cagliari udandan sonra biz necə sevinirdik. Bir dünya çempionu oldu. Belə sevinci var edilib ki, bunlar elə ki seriyaya düşmədilər, qaldılar. Yəni bu Spalletti başa düşmədim. Nə elədi? Alınmadı başımda, uduzdu heç. Juventus belə çıxır ki, hələ də qeyri-stabil. Mən belə başlıyorum ki, Spalletti əldə Napoli azar keçdi. Juventusu içdən çökərtmək üçün agent kimi gedib şey ora. Sezon ortasında gələndə Spalletti o məşqlərdən deyir ki, sezon ortasında gəlsin və hər şey dəyişsin. Ona bir toplantı lazımdır. Çətin bir adamdır. O çox. Və konservatordur. Və ikincisi də Spallettinin çox belə yeganə uğuru çempion olduğu Napoli ilə bağlıdır. Yəni Juventus'un sözünün açığı gözlənilməz oldu ki, Spallettini gətirdilər. Yəni vəziyyət o qədər pis idi belə çıxır ki, bunlar Spallettiyə etibar elədilər. Spalletti amma vaxt keçdikcə Spalletti qaytarır onları top, yəni yerlər uğrunda mübarizəyə. Amma məsələn Cagliari kimi komandalardan bu hal etkiləri artıq bir siqnal olur ki, Juventus hələ də belə deyim də yedinli Azərbaycanski oğlan. Belə birgə bir orqanizm deyil də, belə deyim də. Fərqli nöqtələrdə bir məqsəd üçün oynayan komanda yox. Plus da Spallettinin də yəni sezonun ikinci yarısı sindromu var da. Spalletti ilə Napoli ilə çempion oldu. Birinci yarıda 22 oyun hamısını tutdular, sonra bay getdi. İkinci sezon, birinci sezon çörəyin gibi. Milana 4-0 zadı. Kimə gəldi o duzlar? Conte. Mən elə fikirləşirəm ki, Conte yaxşı təhlil eləyir. Yəni ümumiyyətlə bu top klubları ümumiyyətlə keçmiş çalışdığı klublara qarşı 2 qat motivasiya ilə oynayır və məncə burada mən Napolini yenə də favorit görürəm. Sadəcə olaraq səfərdə oyun olacaq, o biraz çətin olacaq. İndi qayıdaq liderlərə. Məsələn, Inter, həm Milan 2 oyun oynadılar da ortada, yəni köynədən qalan Midweekdə qalan bir tur yəni oynanılıb və bu həftə sonu oldu. Məsələn, hərəsi də Lecce ilə oynayıblar. Inter Lecce ilə oynayıb və Inter Lecce-ni 1-0 cəmi oldu və 78 dəqiqə Esposito vurub. Çox çətin bir oyun, çünki Eusebio Di Francesco yəni unudulmaz Sassuolo'nun baş məşqçisi idi. O bütün dünyaya özünü tanıdan orada olub. Məsələn, o Lecce belə bir komandadır ki, çox belə qapanır, nə sənə imkan verir oynamağa, nə özü oynayır.
Və harda qırılar söhbətidir də. Inter axır vurdu, amma sənə deyim ki, belə çox belə momenti də yox idi. Milanla da Lecce oynayırdı həftə sonu. Siz də axırda vurdunuz. Yəni Milan da mən gözləmirdim ki, Milan indi Lecce açıq futbol olacaq, Lecce imkan yaradacaq. Çox da imkan olmadı. Bir dənə Pulisic oldu, yenə də Fiorentina ilə 2-2 oynadığı oyundakı kimi 1-1 0 zərbə. 0 amma yo bir dənə zərbə olmuşdu Pulisicin zərbəsi. Full Krug. Yox, Full Krug əsas o 9 nömrədir də, əsas 9 nömrə və o almandır, başla da yaxşı oynamalıdır. Buna nə lazımdır? Yaxşı ötürmələr vermək lazımdır. Və sənin cinahlarında çox gözəl oynamalıdır. Sənin sol cinahında əgər Tupoy, Estupinyan oynayırsa, sən sol cinahı yaddan çıxart. Sən Full Krugdan Klose enerjisi alırsan, alman, klassik 9 nömrə başla oynayır. Full Krug gələndə, sözün düzü Full Krug gələndə. Mən çox da sevinməmişdim. Belə deyim də, nə sevinirdim, nə də kədərlənirdim. Yəni ümidlənmək istəmirdim də, görən nə olur. Ümid kimi baxmırdım ona ki, o bütün problemin həllini tapacaq. Belə baxmırdım ona, nə yalan deyim. Sadəcə olaraq ilk oyunlarda mənim çox xoşuma gəldi ki, Full Krug kürəyi arxası, yəni qapıya arxası ilə belə topu qəbul edir. Sırf futsal kimi qəbul edir, oyunçular sağa sola gedir, pas atır, verir. Allegri'nin ən sevdiyi hücumçudur. Hə, çox super də alınırdı, çünki mən baxdım ki, bu yaxşı pasla oynayır. Taxta deyil də, belə deyim də, pasla oynayıb bacarırdı bu adam. Allegri belə hücumçu lazımdır. Allegri lazımdır ki, hücumçu qol vursun. Çempionlar Liqası finalları oynadı, Morata'dır, Mandzukiç'dir, onlar da belə oynadılar. Hamısı elədir. Sən deyim ki, Marata'da o Full Krug'a baxırsan, Marata'ya baxırsan. Full Krug'da döyüşkən ruh var da. O əskərdir də, başa düşdün mü? Belə, nə bilim, bayrağı götürür, gedir irəli də. Özü də bəlkə texnikada... Morata oyanda stolbaya oxşuyur. Hətta stolbaya oxşuyur, 100% stolbaya oxşuyur. Bir sənəzi uşaqlıqda çupa-çups almayıblar ona. O da mənə almayıblar, o belə uşaqdır. Amma Full almayıblar. Marata da götürürlər. Yəni özü dişi zadı yoxdursa davalar zətdə idi Almanya. Yəni Almandır da. O tipik Alman. Bəlkə babası SS-də zətdə olub, biz bilmirik. Amma yəni demək istəyirəm ki, bu adam yaxşıdır. 60-cı dəqiqədə girsin, 70-ci dəqiqədə hesab 0-0 olan, 1-1 olanda yəni qatqı verir də və istərsəniz kəllərlə super oynayır. Və Alexis Salemakers kimi bir gözəl bir oyuncu var, hansı ki buna möhtəşəm bir pas verir. Belə də pultla elə bir şey verdi. Və Full Krug da deyib ki, yəni Alexis'in pası kimi yəni hər bir hücumçu arzulayardı belə pasda. Bir dənə tak eləmək lazımdır, gol. Yəni superdir. Yenə də rotasiya olmuşdu. Allegri Modric artıq ikinci oyunda imkan yaradır ki, biraz dincəlsin. İndi oynadır orada Yaşarini, Riçini. Yəni Yaşarı ilə Riçi də çox gözəl oynadılar. Yaşarı ümumiyyətlə sezon əvvəli gəldilər. Belçikada keçən mövsümdən yaxşı oyunçu seçilib. Birinci demək olar ki, turdan öncə zədələndi, 3 aylıq qopdu. Amma indi mən görürəm ki, əbəs yerə bunu almayıblar. Çox gözəl bir oyunçudur, yaxşı bir tapıntıdır. Ona görə də daha çox mən istəyir ki, Modric'in biraz Ruskaya salsın ki, Modric istərsən 40 yaşı var. Hə, buna əsas oyunlarda istifadə edəcək. Roma ilə məsələn Modric oynayacaq yenə. İndi mən mövsüm boyu bütün Inter oyunlarına baxa bilməmişəm, Çempionlar Liqası falan baxıram. Düzələmirsən, heç nə etmirsən. Türk mətbuatı tez-tez deyir ki, Hakan Zori'də. Hakan Baltan. Xalqla Hakan Çalhanoğlu bu mövsüm yenidən yaxşı oynayır. Inter yarım müdafiəsi üçün faydalı oyunculardan biridir. Bilmirəm, bununla birinci sualım odur ki, bu ilə razısamı? İkinci sualda yenə Türkiyə mətbuatına istinad edərək verirəm. Saadettin Saran Genduzi'dən sonra N'Golo Kanté və Hakan Çalhanoğlu'nu Fenerbahçe'yə gətirmək istəyir. Yəni bu qış mövsümündə Inter Hakan'ı satsa əgər çempionluq yarışında itirər. 100%. Bəli, Hakan Çalhanoğlu çox böyük bir qatqı verir. İndi həm də bu mövsüm çox uğurludur. 5-6 gol vurub artıq. Amma Hakan Çalhanoğlu çox səhvlər edir. Bu mövsümdə çox səhv edir. Ən əsaslı Milanla oyunlarda çox da səhv edir. Son 3-4 Milan derbisində demək olar ki, 3-ündə dəqiq bilirəm ki, Milanın qolları Hakan Çalhanoğlu'nun ortada itirdiyi toplardan vurdu. Borclarını qaytardı. Onu deyəsən. O heç. Amma bir başqa məsələ var ki, Hakan Çalhanoğlu o sezon öncəsində bunun söhbəti var ki, o Galatasaray'a getməlidir artıq. Deyəsən orada pul haqq hesabı var. Lautaro da demişdi ki, kim qalmaq istəmir gedə bilər, qapı açın, nəsə belə bir şey var. Amma mən inanmıram ki, bu Fenerbahçe'yə getsin. Çünki o özü də demişdi ki, mən Galatasaray hazır keçdiyini daha bilmirəm. Türklərdə nə var? Biz dəfə deyim hazır ki, Galatasaray keçdi, dedi ki, ən şərəfli klub Fenerbahçedir. Şeydə kim çox pulu versə, məncə Çalhanoğlu düz deyirsən, Çalhanoğlu üçün böyle 1 milyon. Valla para
Nə var? Türk futbolçulara nə var Emre? Hə, yəni demək yaxşıdır. Okan gözü kəlləsinə çıxdı. O söz deyəndə Kivo zor məşqçidir. Mən həmişə demişdim ki, bunu keçən mövsümdə Parmada olanda Inter nəyə görə çempion olmamışdı? Çünki Kivo onlardan alıb. Kivo onda necə sən deyim? Sən baxırsan məsələn Michael Carrick United-dədir. O klubun keçmişi barəsində ümumiyyətlə klub nədir, bu rənglər nədir? Düzgün oyunçulara çatdıra bilir də. Siz nəyin uğrunda oynayırsınız klubun DNA-sını bilir. Hə də Kivo da həmçinin. Və Kivo öz oyunçuların arxasında, yəni oyunçularla dostdur. Başa düşürsən? Oyunçular heç kim məsələn gedib mətbuatda deməyəcək. Məşq mən oynadım, mən nə bilim, mən salaq yerlərdə. Bəlkə də hardan bizə, bəlkə də. Yəni demək istəyirəm ki, bu çox böyük bir plusdur da. Çox böyük bir plusdur ki, sən məşqçin sənin arxandadır və düzgün motivasiya da verir sənə və Inter bu dəqiqə yaxşı oynayır. Mən baxıram indi Interin oyunlarına. Mən fikirləşirəm ki, Interin görürsən harda büdürəyəcək. Çünki çox yaxşı görsənirlər də. Yəni hansı Lecce kimi bir oyunda Esposito dım çıxır, gol vurur. Esposito olması növbətdə oyunda çox maraqlı futbol oynayır. Frateziya gəlib çıxacaq. Məsələn, orada Acerbi çıxacaq. Yəni belə bir komandadır da. Inter doğrudan yaxşıdır. Amma bir Interə nə məşqçilik eləyə bilər, nə təcrübəsizlik. Sual. Həftə içi indi sabah bir gün səfər verəm. Arsenal'la oyunları var Çempionlar Liqasında. Proqnoz versən. Kimi meydandadır? Səhv eləmirəmsə İtaliyada oynayırlar. Səhv eləyə bilərəm. İndi dəqiq yazaram burada montajda. Söncü Inter Çempionlar Liqasında yenə deyirəm təcrübəsizlik var. Nə barədə? Kivonun təcrübəsizliyi var. Necə ki Liverpool həmin o Liverpoolun vəziyyəti o qədər yaxşı deyildi. Liverpool'a uduzdular. Yəni burada da ola bilər ki, hal etkisinə məruz qalsın. Çünki bir dənə təcrübə məsələsi var. Okay. Evet. Madem Çempionlar Liqası proqnozuna keçdik, Bundesliga azarkeşlərini sevindirək. Biz indi Bundesligadan danışacağıq. Frankfurt arxa-arxaya 4 oyunda 3 bərabərlik, 1 məğlubiyyət alıb və Çempionlar Liqasında bu həftə Qarabağdan oynayırlar. Və məşqçi də tulladılar da. Yenə məşqçi dəyişdi, yenə bizim Ajax söhbəti olacaq da. Yox, məşqçi də gəlmədi yeni məşqçi. Alexander Meyerə qoydular. Alexander Meyer 19-cu məşqçidir. Alexander Meyer də yad adam deyil. Nə mənada? Çünki mən Alexander Meyer mən bir dənə oxuyan kimi sıra yadıma düşür ki, Qarabağ Frankfurtdan burada 2012-də oynayır. Meyer 3 dənə gol vurmuş. Orada Reynaldo 5-1 tutarmışdı da. Yox, burada 2-0, orada 2-1 ya da 3-1 nəsə belə bir şey. 3-1 də Meyer ikisini. Yəni Meyer 3 dənə gol vurmuşdu. O orada kapitan idi. Yəni Meyer də belə deyim də Frankfurtu daxildən bilən şəxsdir. Yəni dağa pis olmaz. Ona görə də yəni şans görürsüz Qarabağ bərabərlik ya da. Mən heç nə demirəm. Biz onsuz da Azərbaycan Liqası ümumiyyətlə izləmirik ki, Qarabağın biz çempionlar yox, özümüzdən danışdıq. Çempionlar Liqasından Çempionlar Liqası. Sən ən azından yerli liqanı izləyirsən. Qarabağın hazırki vəziyyəti nədir? Çünki çox istəyirəm sözü kəsənə bir şey transfer pəncərəsi öncəsi söhbətlər gedir. Yankoviç gedəcək, getməyəcək. Qurban Qurbanovla münasibətlər biraz korlanıb, belə söhbətlər də var idi. Düz yoldaşlıq oyunda sən Xorvatları 3-1 utdular, nə edib belə bir söhbət. Qarabağ ümumiyyətlə çox yaxşı bir təlim məşq toplanışı keçib. Oynadığı bütün komandalar oldu. Neftçi Ferqana, yəni Özbəkistan çempionudur. Onları 5-0 udublar. Osek'dan oynayırlar, 3-1 udublar. Zagreb'lə oynayırlar, Polşa yüksək dəstənin komandası da onları udublar. Yəni hər bir oynadığı oyunda 3 minimum top vurublar hər rəqibə. Hamını da udublar və abu-hava yaxşıdır. Belə deyim də, Yankoviç barəsində burada bir söhbət var idi. Qurban Qurbanov deyib ki, Yankoviçə təkliflər gəlib, son yaxşı oyunlardan sonra təkliflər gəlib və Yankoviç mən baxıram ki, bizdən belə də baxır da, Qarabağa belə yanaşır da. Yeni klublar buna təklif, yaxşı maaş verir. Bu da oradadır da elə bir. Ona görə də yaxşı bir təklif gəlsə, ola da deyəsən qiymət qoyub 2 yoxsa 3 milyondur deyəsən bunun qiyməti. Gəlsə bu pul versə biz satacağıq onu. Yəni deyib bunu. Amma inanmıram ki, indi Yankoviçə görə sezon ortası hansı klub 2-3 milyon verər. Ona görə də Yankoviç hələ buradadır. Qış transferidir. Bəs Frankfurt oyununa dair nə gözləyək? Frankfurt çox gol buraxır və çox da vurur. Mən elə fikirləşirəm ki, qollu bir oyun, bol qollu bir oyun olacaq. Çətinlik. Biz almanlara qarşı çox çətindir bizə. Çünki istərsən atletik futboldur, ikinci mərtəbədir. Yəni almanlar əlbəttə ki, favoritdir. Təzə bir şey götürüb, təzə bir hücumçu götürüblər. Elfsbergdən ikinci buzu, bilməm oynayacaq, Ben Talib nədir adı. Belə bir oyunçuları buraxsa, onlar özünü göstərmək istəyirlər, dağa da çətin olacaq. Ona görə də mən Qarabağdan gözləyirəm ki, 1-2 gol heç olmasa vursun.
yaxşı halda məncə heç olar. Heç nə. İnşallah yaxşı nəticə olar Qarabağ üçün. İzləyicilər də Qarabağ oyunu ilə bağlı proqnozlarını yazsınlar. Bundesliga sevərlərə belə bir açıqlama da vereyim. İndi bizdə Çempionlar Liqası həftəsində cümə günləri loja yayımlanacaq deyə podkast yoxdur. Podkastın da növbəti buraxılışında biz Barselona azarkeşlərinə söz vermişik deyə mövzu Barselona olacaq. Amma ondan sonraki həftələrdə artıq Instagramda Səs vermə yox da xüsusən son dönəmlərdə Bayern Münxendir, başa düşürəm, Bundesliga danışmırdıq. Barselonadan sonraki buraxılışda Bayern Münxenlə ayıracağıq podkastı. Juventus azarkeşlərinin tələbləri var. Juventus haqqında buraxılışlar çəkəcəyik. Yəni podkast daha da maraqlı olacaq sizlər üçün. Bunda bir qısa anonsunu eləyim. Öpürəm, bağrıma basıram. Sağ olun. Gəlin görüşlərə dək. Ciao.